Salam əziz uşaqlar. Bugün isim və fe'li birləşmələrin növləri haqqında danışacağıq. Biz daha öncəki videomuzda söz birləşmələrinin növləri haqqında məlumat vermişdik. Qeyd eləmişdik ki, söz birləşmələri əsas və aslı tərəflərdən ibarət olurlar və əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələri müəyyən növlərə bölünür. Əsas tərəf dedikdə təbii ki, söz birləşməsində ikinci tərəf, aslı tərəf isə birinci tərəf nəzərdə tutulur. Və söz birləşməsinin quruluşca növləri də var idi ki, söz birləşmələri quruluşca sadə və mürəkkəb olurdu. Sadə söz birləşməsində 2 müstəqil söz olmalı idi. Mürəkkəb söz birləşməsində isə 3 və daha artıq söz birləşməsi olmalı idi. Məsələn, sadə söz birləşməsi desək, qırmızı kitab. Qırmızı kitab, kitab adlarla ifadə olunubdur və bu sadə ismi birləşmədir. Bunu biz mürəkkəb birləşmə eləsək, tarixə düşmüş, daha da uzatsaq, Azərbaycan tarixinə düşmüş qırmızı kitab şəklində bir birləşmə düzəltsək, deməli biz bu kimi mürəkkəb birləşmələrdə artıq tərəflər çoxalır. Sadəcə 2 tərəf yox, daha çox tərəf olur. Deməli biz burada əsas tərəfi ən sonuncu sözə əsasən baxacağıq. Ən sonuncu söz bizim əsas tərəfimizdir. Digər qarşısında olan sözlər isə aslı tərəf olacaqdır. Bu da sözün, daha doğrusu söz birləşmələrinin quruluşça növü haqqında qısa məlumat və ismi birləşmə. Biz qeyd elədik ki, ismi birləşmənin əsas tərəfi adlarla və adlar da dedikdə feildən başqa yerdə qalan bütün əsas nitq hissələri nəzərdə tutulur. Yəni, isim, sifət, say, əvəzlik və zərf. Deməli, isim birləşmələri nəyə deyilir? Əsas tərəfi adlarla ifadə olunan söz birləşmələrinə deyilir. Və ismi birləşmələrin 2 növü var. Deməli, təyinli söz birləşmələri və qeyri-təyinli söz birləşmələri. Təyinli söz birləşmələrinin növləri haqqında birazdan danışacağıq. Qısa olaraq qeyri-təyinli söz birləşmələri haqqında məlumat verək. Qeyri-təyinli söz birləşmələrinin birinci tərəfi mənsubiyyət şəkilçisi, yönlük hal, təsirlik, yerlik, çıxışlıq hal şəkilçisi ilə düzəlir. İkinci tərəfi isə adlarla düzəlir. Məsələn, desək ki, deməli, anaya məhəbbət. Anaya sözü birinci tərəfi yönlük hal şəkilçisi qəbul edilibdir, ikinci tərəf adla ifadə olunubdur. Buna qeyri-təyinli söz birləşməsi deyəcəyik. Yəni, nəticə etibarən bu ismi birləşmədir. Dağlarda döyüş, birinci tərəfi yerlik hal şəkilçilidir. Dağlardan uca desək, birinci tərəf çıxışlıq hal şəkilçilidir. Bu tipli birləşmələrə biz qeyri-təyinli birləşmə deyəcəyik. Hal-hazırda bizə mənim təqdim elədiyim cədvəldə biz bir çox qeyri-təyinli söz birləşmələri görəcəyik və bunlara diqqət edə bilərsiniz. Mütləq ki, bu nümunələrin hər birini oxuyun və qeyri-təyinli söz birləşmələri haqqında sadəcə birinci tərəfi qeyd edəcəyik ki, birinci tərəfi mənsubiyyət şəkilçisi, yerlik hal, təsirlik hal, yönlülük hal və çıxışlıq hal şəkilçisi qəbul edərək düzəlir. İkinci tərəfi isə adlarla ifadə olunur. Gəlirik biz təyinli söz birləşmələrinin növlərinə. Təyinli söz birləşmələrinin növləri birinci növ, ikinci növ və üçüncü növ olmaqla 3 yerə bölünürlər. Yəni, aslı tərəfin əsas tərəfi təyin etdiyi birləşmələrə biz təyinli söz birləşməsi deyəcəyik və birinci növ təyinli söz birləşmələri haqqında danışaq. Birinci növ təyinli söz birləşmələrinin yaranması üçün xüsusi bir şəkilçi olmadan formalaşır. Bu o deməkdir ki, bu birinci növ təyinli söz birləşmələrinin formalaşmasında bizə xüsusi bir şəkilçi lazım deyil. Necə ki, biz adlıq halda deyirdik, adlıq halın xüsusi şəkilçisi yoxdur, amma adlıq hal cəm, mənsubiyyət, xəbərli şəkilçisi qəbul edə bilirdi. Yəni, bu demək deyil ki, adlıq hal heç bir şəkilçi qəbul edə bilməz. Ona görə də birinci növ təyinli söz birləşməsində yaranmasında birinci tərəfi də, ikinci tərəfi də şəkilçisiz olur. Yəni, xüsusi öz quruluşu üçün ona bir şəkilçi ehtiyac yoxdur. Qəşəng qız, gözəl bina, maraqlı kitab və sair kimi birləşmələr birinci növ təyinli söz birləşmələridir. Birinci növ təyinli söz birləşmələrinin birinci tərəfi və ikinci tərəfi bir-birindən ayrılır və hər biri ayrı-ayrı cümlə üzvü olur. Adətən birinci tərəfi təyin olur, ikinci tərəfi isə müxtəlif cümlə üzvləri rolunda iştirak edə bilir. Amma qeyd elədiyim kimi, məsələn, deyirəm ki, gözəl binalar
tikildi. Mən hal-hazırda söz birləşməsinin ikinci tərəfinə cəm şəkilçisi artırdım. Amma yenə gözəl bina birləşməsi birinci növ təyinli söz birləşməsidir. Sadəcə burada diqqət etməli olduğumuz məqam odur ki, birinci növün özünün yaranması üçün, formalaşması üçün xüsusi bir şəkilçisi yoxdur. Yəni xüsusi bir şəkilçiyə ehtiyacı yoxdur. Və amma cəm, hal, xəbərlik, mənsubiyyət və sair şəkilçilər qəbul eləyə bilər. Bu isə onun quruluşuna xüsusi bir təsir göstərmir. Tərəfləri ayrılır. Birinci tərəfi qeyd elədik ki, ayrıca təyin olur. İkinci tərəf isə müxtəlif cümlə özləri rolunda iştirak eləyə bilir. Amma ayrılmayan birinci növ təyin söz birləşmələrinə də rast gələ bilərik biz testlərdə. Məsələn, yeni il, hər tərəf, son zamanlar, axır vaxtlar və sair kimi birləşmələrdə tərəfləri biz ayırmayacağıq. Məsələn, bayaq dediyim kimi, maraqlı kitab oxudum. Oxudum nəyi daha doğrusu kitabı, təsirli hal və tamamlıq olur. Necə? Hansı kitab? Maraqlı kitab. Maraqlı kitabın birinci tərəfi təyin oldu, ikinci tərəfi ayrıca bir cümlə üzü oldu. Biz bunları ayırdıq. Amma məsələn desəm ki, son vaxtlar səni görmürəm. Görmürəm kimi səni nə zaman? Son vaxtlar. Burada vaxtları ayrı, sonu ayrı cümlə üzvü kimi götürə bilmirik. Deməli, testlərdə qarşımıza çıxsa ki, ayrılmayan birinci növə aid olan nümunələr son vaxtlar, axır zamanlar, orta əsrlər, yeni il, qədim dövr və sair kimi birləşmələri götürə bilərik. Birinci növ haqqında bu qədər bilsək yetərlidir. Gəlir ikinci növ təyin söz birləşməsi. İkinci növ təyin söz birləşməsinin xüsusi bir quruluşu var və ikinci növ təyin söz birləşmələrinin birinci tərəfi qeyri-müəyyən yiyəlik hal, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi ilə düzəlir. Deməli, ikinci növün düzəlməsi üçün bizə lazım olan şəkilçi mənsubiyyət şəkilçisidir. Belə deyək, dəniz kənarı, Bakı şəhəri, məktəb binası və sair kimi birləşmələr ikinci növ təyin söz birləşməsi hesab olunacaq. Və ikinci növ təyin söz birləşmələrinin deməli birinci tərəfində şəkilçi olmayacaqdır. Çünki qeyri-müəyyən yiyəlik hal olacaq. İkinci tərəfində isə mənsubiyyət şəkilçisi olacaqdır. İkinci növü biz bir-birindən ayıra bilmirik. Məsələn, deyir ki, məktəb binası təmir olundu. Təmir olundu nə? Məktəb binası. Birlikdə bir cümlə üzvü olur. Onların arasına heç bir əlavə bir söz biz artıra bilmirik və o adətən cümlənin mürəkkəb üzvü olacaq. Biz cümlə üzvlərini keçəndə də, sadə və mürəkkəb cümlə üzvlərini öyrənəndə qeyd eləyəcəyik ki, mürəkkəb cümlə üzvləri söz birləşmələrindən ifadə olunur. Deməli, ikinci növ birinci tərəfi qeyri-müəyyən yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçisinin köməyi ilə düzəlir. İkinci növü bir-birindən ayırmaq mümkün deyil. Bütövlükdə bir cümlə üzvü olur. İkinci növ təyin söz birləşmələrinin arasına heç bir söz daxil etmək olmur. Və ikinci növ təyin söz birləşmələrinin ikinci tərəfi yalnız üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edəcəkdir. Və həmçinin ikinci növ təyinli söz birləşmələrinin tərəfləri eyni zamanda cəmlənə bilmir. Məsələn, biz desək ki, şəhər, yolları. Bir tərəfi şəhər cəmlənə, şəhərlərin yolları deyəndə biraz düzgün səslənmir deyə biz ikinci növdə qeyd eləyəcəyik ki, sadəcə tərəflər birlikdə cəmlənə bilmir. Amma istisna halda atalar sözləri, həmkarlar ittifaqları, elmlər doktoru, doktorları daha doğrusu bu kimi ifadələrdə birlikdə cəmlənməsini də görə bilirik. İkinci növlə bağlı da bu qədər məlumatımız olsa bizim üçün yetərlidir. Gəlir üçüncü növ. Üçüncü növ ikinci növə oxşuyur. Amma üçüncü növ ikinci növdən fərqli xüsusiyyətləri var. Üçüncü növün birinci tərəfi artıq müəyyən yiyəlik hal şəkilçisi qəbul eləyəcək. İkinci tərəf isə mənsubiyyət şəkilçisi qəbul eləyəcəkdir. Deməli, bunun quruluşu necə olacaq? Birinci tərəf yiyəlik, ikinci tərəf mənsubiyyət. Amma müəyyən yiyəlik olacaqdır. Buna mütləq diqqət eləyirik. İkinci növün, daha doğrusu üçüncü növ təyin söz birləşməsində biz bir-birindən ayıra bilməyəcəyik. Amma ikinci növdən fərqli olaraq üçüncü növün arasında biz ürəyimiz istəyən qədər söz artıra bilərik. Məsələn, biz desək ki, bayaq dedik ki, məktəb binası. Biz məktəb binasını ayıra bilmədik, amma məktəbin binası bunu da ayıra bilməyəcəyik, amma bunun arasında istədiyimiz qədər söz artıra bilərik. Məktəbin yeni təmir olunmuş binası. Amma arasına nə qədər istəsək söz artıra bilsək belə,
bunları bir-birindən ayıra bilməyəcəyik. Belə deyək ki, müəyyən mənada burada yiyəliklə mənsubiyyət bir-birindən aralanır, amma tam olaraq ayrılmır. Arasına müəyyən sözlər daxil eləmək olur və bu zaman onu biz yenə bütövlükdə bir cümlə üzvü kimi götürəcəyik. Bunun tərəfləri eyni zamanda üçüncü nöqtənin sözləşməsinin tərəfləri eyni zamanda cəmlənə bilir. Heç bir deməli bu şəkildə, yəni onun eyni zamanda cəmlənməsində bir problem yoxdur. Biz məktəblərin daha doğrusu məktəblərin binaları deyə bilərik. Müxtəlif məktəblərin binaları bu şəkildə deyəcəyik. Üçüncü nöqtənin söz birləşməsini deməli parçalamadan onu da cümlənin mürəkkəb bir üzvü götürəcəyik və deməli üçüncü nöqtənin söz birləşmələrində müxtəlif cümlə üzvləri rolunda iştirak eləyə bilir. İkinci növlə üçüncü növü biz fərqləndirmək üçün sadəcə arasına söz daxil olması və ya olmaması, eyni vaxtda cəmlənə bilib və ya cəmlənə bilməməsi məsələlərinə xüsusi diqqət yetirməliyik. İsim birləşmələrlə bağlı bu qədər bilməyimiz yetərlidir. Sadəcə biz ismi birləşmədə diqqət eləməli olduğumuz məqam təsriflənməyən feil məsələsidir ki, təsriflənməyən feil ismi birləşmənin tərəfləri daha doğrusu isim adlarla və isimləşmiş sözlərlə belə deyək ki, ifadə oluna bilir. Buna görə isimləşmiş feilli sifətlər də və bəzən məsdər özü də üçüncü nöqtənin sözləşməsinin tərəfi kimi çıxış edə bilir. Məsələn, oxumaq feilini götürsək, biz məsdərini oxumağın faydası. Bu yenə də üçüncü növün sxeminə uyğundur. Birinci tərəfi yiyəlikdir. Oxumağın faydası. İkinci tərəfində də mənsubiyyət var. Deməli, biz buna elə sxemə uyğun gəldiyinə görə üçüncü növ deyə bilərik. Və yaxud da ki, nə bilim, feilli sifətlə işlətsək ki, oxuyanın nəticəsi və s. kimi bu kimi ifadələrdə də bunların asılı tərəfləri məsdər və feilli sifətlə ifadə oluna bilir. Feilli birləşmələr. Feilli birləşmənin növləri, feilli birləşmə demək bərabərdir feilli sifət tərkibi, feilli bağlama tərkibi və məsdər tərkibi deməkdir. Bu mövzunu bizim dərk eləməyimiz həm bizə sintaktik təhlildə də çox kömək olacaqdır, həm də feilli sifət, feilli bağlama, məsdər tərkiblərini bir-birindən ayırd etməkdə də bizə kömək olur. Məsələn, biz deyirik ki, feilli birləşmənin əsas tərəfi nə ilə ifadə olunur? Feilin təsriflənməyən formaları ilə. Yəni, təsriflənən forma ümumiyyətlə söz birləşməsi yarada bilmir. Bir var məsdər. Məsələn, biz deyirik ki, oxumaq. Oxumaq məsdərdir. Bunun qarşısına müstəqil mənalı bir söz artırsaq, dərs oxumaq. Dərs oxumaq artıq məsdər tərkibidir. Yəni, tərkib yaratmaq üçün məsdərin qarşısına müstəqil bir və yaxud daha çox, birdən daha çox müstəqil mənalı bir söz artırırıq. Bu məsdər tərkibidir və məsdər tərkibi olması bərabərdir həm də feilli birləşmədir. Yəni, bizim bildiyimiz feilli birləşmə, məsdər tərkibi, feilli bağlama və feilli sifət tərkibidir. Məsələn, deyirəm ki, oxuyan feilli sifətdir. Dərs oxuyan isə feilli sifət tərkibidir. Dolayısıyla bu həm də feilli birləşmədir. Oxuyan da feilli bağlamadır. Dərs oxuyanda desək, bu feilli bağlama tərkibi olacaq və bu da həmçinin feilli birləşmə kimi biz bunu dəyərləndirə bilərik. Və feilli birləşmədə diqqət eləməli olduğumuz digər məqam isə odur ki, biz bunları mürəkkəb feillərdən fərqləndirməyi bacarmalıyıq ki, biz bilirik ki, ol, et, bil, qılla yaranan sözlər, məsələn, oxuya bilmək, yaza bilmək, inkişaf etmək, kömək etmək və s. atılıb düşmək. Burada da 2 dənə söz var, amma bunlar mürəkkəb feildir. Ayrı və ya defslə yazılan mürəkkəb feildir. Amma məsələn, oxuya bilmək birləşməsinə biz deyəcəyik ki, mürəkkəb feildir. Mürəkkəb feil olduğuna görə bunu bir leksik vahidi olaraq götürəcəyik. Amma bunun qabağına yenə müstəqil mənalı bir dənə söz artırsaq, dərs oxuya bilmək, dərs bir sözdür, oxuya bilmək iki müstəqil mənalı söz var. Biz buna feilli birləşmə deyəcəyik.
Və sizə təqdim elədiyim bu cədvəldə oxuya bilərsiniz ki, çünki testlərdə bundan rastlaşa bilirsiniz ki, aslı tərəf hərəkətin miqdarını bilir, xeyli oxuyan, çox oxuyan, burada miqdarını bildirir, zamanını bildirən axşam oxuyan, deməli hərəkətin yerini bildirən evdə oxuyan, məktəbdə oxuyan və s. kimi, səbəbini bildirən qazanmaq üçün oxuyan, hərəkətin subyektini bildirən və obyektini, tərzini bildirən kimi suallarla testlərdə rastlaşa bilərsiniz. Bunun üçün də mütləq bu məsələyə də buradan diqqət eləyərsiniz. Və söz birləşməsinin başlanğıc forması da dedikdə, biz isim birləşmənin başlanğıc forması dedikdə birinci növün özünün sxemini, ikinci növün özünün sxemini, yəni birinci növün sxemi nə idi? Birinci tərəfdə şəkilsiz idi, ikinci tərəfdə, ikinci növün sxemi nə idi? Birinci tərəfi qeyri-müəyyən yəli, ikinci tərəf mənsubiyyət, üçüncü növ isə birinci tərəfi müəyyən yəli, ikinci tərəfi isə mənsubiyyət yenə şəkilçisi ilə düzəlirdi. Bu da onun belə deyək ki, hal-hazırda bir ifadə yazım. Elə deyək ki, məktəb binası. Məktəb binası bu bizim ikinci nöqtəyinin söz birləşməsidir. Bir də deyirəm ki, məktəb binasını təmir etdilər. Bu söz birləşməsinin başlanğıc forması ilə məktəb binasıdır. Ona artırılan qrammatik şəkilçini biz onun başlanğıc formasına daxil etməyəcəyik.